Həqiqətən də Belarusda çox maraqlı proses gedir. Mən hörmətli izləyicilərimizin nəzərinə çatdırım ki, Trump'ın xüsusi nümayəndəsi Kellogg'da yox, Kit Kellogg da onun xüsusi nümayəndəsi, onun müavini gəlib Belarusda prezident Lukashenko ilə danışır. Yəni təqribən səfirin müavini statusunda Amerikanın nümayəndəsi gəlib bu danışıqları aparır, Trump'ın mesajlarını çatdırır və 52 nəfər tanınmış siyasi məhbus azad edildi. Amma tək bu 52 nəfərdən söhbət getmir. Lukashenko'nun efirə getmiş çıxışından aydın görünür ki, o deyir ki, bir halda ki, Trump üçün çox önəmlidir, onun o girov siyasi məhbus dediyi şəxsləri mən maraqlı deyiləm ki, həbsdə saxlayayım. Hamısı barədə biz razılığa gələ bilərik, amma bunun üçün Trump'ın dediyi kimi böyük bir razılaşmamız olmalıdır. Nəyə işarə edir Lukashenko? Lukashenko açıq-aşkar sanksiyaların bir hissəsinin götürülməsini istəyir. Ticarət edir, alver edir Amerika ilə. Bir halda ki, Amerika prezidenti təkid edir ki, siyasi məhbusları azad eləmək lazımdır. O halda heç olmasa mövcud sanksiyaların bir hissəsinin götürülməsinə nail olmaq istəyir. Məsələn, bu 52 nəfərin müqabilində 52 nəfər azad elədi məhbəsdən. Belavia deməli şirkətinə Amerika sanksiyaları götürüldü. Yəni Belarusun aviasiya şirkətinin üzərindəki sanksiya götürüldü. Amma Belarusda 1000-ə qədər sanksiya tətbiq olunub. Deməli, daha çox da Avropa Birliyi tətbiq edib bu sanksiyaları. Ümumiyyətlə, Avropa Birliyi ilə sıx əlaqəsi var idi Belarusun, Amerika Birləşmiş Ştatları ilə yox. Və o sanksiyalar Belarusu elə sıxıb ki, Belarus tamamilə Rusiyadan asılı vəziyyətə düşüb. Baxın, deməli, Belarusu bu beynəlxalq sanksiyalar elə sıxıb ki, indi təqribən 85%-ə qədər bütün xarici ticarət dövriyyəsi ancaq Rusiya üzərindəndir. Və indi Rusiya bu günə qədər Belarusu saxlayıb siyasi mülahizələrlə. Həm də elə bir ki, Belarusun qanunun arasına girib ki, bu 3 il yarımda çoxlu hərbi sifarişlər olub Belarusa. Yəni söhbət birbaşa ancaq silahdan getmir. O ordunun demək apardığı müharibə ilə bağlı Rusiya ordusunun çoxlu təchizat materiallarına ehtiyacı var. Maşınlar, avadanlıqlar, dəzgahlar, hər şeyə, hətta qidaya, yanacağa qədər. Və Belarus zavod və fabrikləri hamısı bu ötən müddətdə Rusiya üçün işləyir. Amma Rusiya indi çökür. Rusiyanın hal-hazırda büdcə kəsiri 61 milyard dollardır. Təsəvvür edirsiniz, bir ildə büdcə kəsiri 61 milyard dollardır. Və bütün rezervlər də itib, bu barədə biz çox danışmışıq, təkrarlamaq istəmirəm. Yəni, Belarusun rəhbərinin, o diktator Lukashenko'nun belə deyək, güzəştlərə meyilli olmağının kökü var, tarixçəsi var. Tarixçəsi nədir? Ona qarşı 5 il öncə qoyulmuş sərt sanksiyalar o rejimin dizini yerə gətirib. Və bu məqamda da Trump özünə məxsus danışıqlar üsulu ilə o siyasi məhbusları girovluqdan azad eləməyə başlayıb. Bu özünə məxsus danışıqlar üslubu nədir Trump'ın? Trump bu barədə kitab da yazıb. Deməli, onun xüsusi danışıqlar aparmaq texnikası var. O həm söhbətini, o belə deyək, xoş sözlərlə özünə elə bağlayır ki, sonra ondan nəyisə istəyəndə o yox deyə bilməsin. Yadınıza bir şeylər düşdü. Əslində İlham Əliyevin ünvanına o təriflər də, Lukashenko'nun ünvanına deyilən o xoş sözlər, təriflər də görürsünüz, çox oxşar idi. Nə idi məqsəd? Azərbaycan hakimiyyətini bu sülh razılaşmasına razı salmaq və o cümlədən Zəngəzur dəhlizi ilə bağlı o mübahisəli məqam var ki, Azərbaycan deyirdi, yox, biz bu ərazini verməliyik Rusiya FSB-sinə, Ermənistan deyirdi, yox, heç kimə verməliyik. Onu da Amerikanın nəzarətində bir Trump marşrutuna çevirmək. Deməli, sülhə nail olmaq və bu mübahisəli dəhlizi də birbaşa elə Amerikanın nəzarətinə keçirmək. Trump'ın deməli burada məqsədi bu idi, nail oldu da. Bir neçə xoş söz, bir-iki paylaşım və faktiki istədiyinə nail oldu. O başqa məsələ ki, məsələn bizim milli maraqlarımıza da uyğundur bu əldə olunan razılaşmalar. Amma fakt budur ki, heç də Azərbaycan hökuməti bu belə deyək, bu əlindəki təsir mexanizmini asanlıqla təhvil vermək istəməzdi. Deməli, eyni üsulla indi Belarusun o avtoritar liderinə də xoş sözlər deyilir, amma ondan sonra da deyilir ki, amma sən bu məhbusları da azad eləməlisən də, onları girov saxlamısan orada, onları azad eləməyin lazımdır. Və Lukashenko artıq, onun duyumu güclüdür.
Onun duyumu güclüdür. Yadınızda var onun o məşhur sözü ki, demişdi ki, Rusiya məğlub olsa bizim hamımız batdıq. Və indi o hiss eləyir ki, Rusiyanın işləri yaxşı getmir. Və ona görə də özü üçün çıxış yolları axtarır. Və bu vəziyyətdən çıxmaq istəyir. Trump'ın o açdığı qapını özünə fürsət bilir. Və açıq televiziya önündə, kameralar önündə deyir ki, mən bütün məhbusların azad edilməsinə gedə bilərəm. Demirə sabah azad edəcəm. Deməli, onun danışıqları gedir. Amma bu gedişlə doğrudan da onların hamısı azad ediləcək. Çünki mən sizin yadınıza salmaq istəyirəm, vaxtilə Donald Trump'ın yazdığı tweet'i, təqribən bir ay bundan qabaq ki, mən Lukashenko ilə çox yaxşı bir telefon söhbətim oldu və 1300 Belaruslu siyasi məhbusun azad edilməsini onunla danışdım. Deməli, Belarusda məhbus çox idi. Son bir ilin ərzində hardasa 236 nəfəri azad edib Lukashenko. İndi 52 nəfər də azad olundu. Amma yerdə qalan 1000-dən artıq ki, məhbus var. Onların hamısının azad edilməsinə Trump təkid edir. Və belə gedir ki, nail olacaq. İndi sizin sualınıza gələk ki, eyni və bənzər hadisə Azərbaycanla da bağlı baş verə bilərmi? Bəli, tamamilə mümkündür. Çünki birincisi, burada deməli bu Lukashenko özünü xilas edən zaman bilməyərəkdən dostu İlham Əliyevi pis vəziyyətdə qoyur. Çünki sizin də dediyiniz kimi bizdə nə qədər sərt rejim olsa da hələ biz tam çata bilməmişik də Belarusa. Belarus biraz bizdən qabaqdadır, bir addım öndədir və bütün Avropanın bir nömrəli avtoritar rejimi, ən sərt rejimi Belarusdur. Amma indi bu siyasi məhbusları Belarus azad eləsə kim olacaq? Azərbaycan olacaq. Azərbaycan bu coğrafiyanın şəriksiz negativ lideri olacaq. İnsan haqlarını pozmaq, insanları şərliyib həbs eləmək, onlara zülm eləmək üzrə siyasi məhbusların sayına görə şəriksiz lider olacaq və bu Azərbaycan hakimiyyətinin üzərində böyük bir baskı yaradacaq. Çünki indi Belarus o birinciliyin haqqını da ödəyirdi də. Nə qədər sanksiya vardı üzərində. Amma axı İlham Əliyev istəmir ki, Azərbaycanın üzərində sanksiya olsun. Onun hakimiyyətinin üzərində, vəzifəli şəxslərin üzərində sanksiya olsun. Ona görə də deməli o birincilik, dırnaqarası birincilik, negativ birincilik Azərbaycan hakimiyyətini çox sıxacaq və onlar da bunu görürlər. Onlar mən əminəm ki, həyəcanla Belarusda baş verənləri izləyirlər və bu bir faktordur hökumətin üzərində. İkincisi şübhəsiz ki, deməli elə Belarusda baş verənlərin özü göstərir ki, Trump gündə demokratiyadan, insan haqlarından danışmasa da, amma faktiki o istiqamətdə çalışır. Yəqin ki, sosial şəbəkə fəallarının, bizim hörmətli izləyicilərimizin xəbəri var ki, Maduroya qarşı hansı sərt tədbirləri görür. Təsəvvür edirsiniz, Venezuelada o diktator oturub orada. Yenə bu diktatorlar klubunun ən aqressivlərindən biri olan, bir müddət bundan qabaq 65-70% səslə seçkini uduzub, amma seçkidən, hakimiyyətdən əl çəkməyən, həmin o Maduro hakimiyyətinə qarşı görürsünüz hansı sərt tədbirlər görür. Hətta belə gedir ki, ola bilsin ki, hərbi güc də tətbiq eləyəcək. Onun həbs olunmasına əsas yaradacaq informasiya verəcək şəxslərə Dövlət Departamenti 50 milyon dollar mükafat təyin edir. Deməli, biz orada Maduro ilə çox sərt rəftarı görürük. Burada Belarusda siyasi məhbusların azad edilməsi üçün israrlı bir iş görürük və ona görə də tamamilə gözləniləndir ki, həm Dövlət Departamenti, həm Konqres məhz ABŞ prezidentindən Azərbaycandakı siyasi məhbuslara da diqqəti artırmağı günün birində istəyəcək. Əgər istəməyiblərsə, bəlkə də artıq istəyiblər. Ona görə də əlbəttə ki, tamamilə mümkündür ki, Azərbaycandakı siyasi məhbuslarla bağlı da ABŞ prezidentinin İlham Əliyevlə söhbətləri olsun və bu söhbətlərin pozitiv, belə deyək, tonda başa çatmasının ehtimalı çox yüksəkdir. Ona görə də Azərbaycan hakimiyyəti, xüsusilə də indi Rusiya ilə müəyyən bir gərginliyin fonunda Trumpla münasibətləri çox yüksək qiymətləndirir, onun üzərində əsir, o münasibətləri korlamaq istəməz və ona görə də çox önəmlidir ki, Donald Trump Belarusda etdiyi kimi Azərbaycanda da insan haqlarından yana mövqe qoysun, siyasi məhbusların azad edilməsi ilə bağlı mövqe qoysun. Mən zaten məsələn axırıncı bu beynəlxalq mətbuata açıqlamalarında bu barədə fikrimi bildirmişəm. O cümlədən Fransa Beynəlxalq Radiosuna müsahibəmdə xüsusi vurğulamışam ki, Donald Trump istəsə Azərbaycandakı 375 siyasi məhbusu azad etdirə bilər Azərbaycan hakimiyyətinə. Yeri gəlmişkən, Qənimət bəy, yeri gəldi. Mənim haqqımda bu hökumətin trolları çoxlu yalanlar danışırlar. Mən də onlara heç sayıb təkzib də eləmirəm.
Amma bu məsələ millətimiz üçün önəmli olduğuna görə, onların yox, millətimizin xatirinə bu məsələni dəqiqləşdirmək istəyirəm, həm də tarixə düşsün. Çox ciddi bir şər atdılar mənə ki, mən güya Qarabağdan həbs olunmuş o separatçı liderləri, hərbi cinayətkarların azad edilməsini tələb eləmişəm Azərbaycan hakimiyyətindən. Heç elə şey yoxdur. Tam yalan deyirlər. Gözlərinin içinə qədər yalan deyirlər. Mən belə bir təşəbbüs göstərməmişəm, göstərmərəm də. Mən Azərbaycanlı siyasi məhbusların, beynəlxalq təşkilatların, ölkənin hüquq müdafiəçilərinin tərtib etdiyi siyahı üzrə 375 siyasi məhbusun azad olunmasını Azərbaycan hakimiyyətindən tələb edirəm. O siyahını da yeri gəlmişkən mən müəyyənləşdirmirəm. Xalq Cəbhəsi müəyyənləşdirmir. Biz bu işlə məşğul deyilik. Siyahını hüquq müdafiəçiləri müəyyənləşdirir və həmin o hüquq müdafiəçilərinin müəyyənləşdirdiyi və mənim şəxsən tanımadığım adamlar da var o 375 nəfərin arasında. Amma bu işlə məşğul olan adamlar var. Hüquq müdafiəçiləri deyirlər ki, bunlar Azərbaycanlı siyasi məhbuslardır. Bir daha altını cızıram. Bu Qarabağda həbs olunmuş erməni hərbi cinayətkarlar o siyahıya aid deyil. Ona görə bunu da yeri gəlmişkən çox hörmətli millətimizin huzurunda izah elədim ki, bax görün, Azərbaycanda hakimiyyəti əlində saxlayan qüvvələr çox utanmadan, heç bir kompleksiz, necə rahatlıqla öz rəqibini şərləyirlər. Hakimiyyətdə qala bilməkdən ötürü, siyasi rəqibinə azacıq da olsa ona bir çirkab bulaşdırmaqdan ötürü, insanların fikrini belə deyə bulandırmaqdan ötürü çox rahatlıqla götürür şər atır. Necə ki o biz məhkəmələrdə görürük, üzə duranlar ordusu yetişdiriblər hal-hazırda. Demək olar ki, hər məhbusa qarşı bir neçə nəfər üzə durandan istifadə olunur. Deməli, indi dövlət səviyyəsində də bununla məşğuldurlar. Dövlət səviyyəsində mənlə polemik eləmək istəyirsən, çıx qarşıma debat eləyək. Yoxsa ki, bu nədir? Böyük bir troll ordusunu salmışsan ortalığa. O cümlədən müxalifət düşərgəsində vaxtilə olmuş, sonra da sındırılıb çatın alınmış xəyanətkarları qaldırmısan üstümə. Yox, bir Əli Kərimli separatçı ermənilərin azad olunmağını tələb edir. Əli Kərimli həmin o torpaqlar üçün vuruşmağa gedəndə hərəniz bir tərəfdə qaçıb gizlənmişdiniz. Ona görə də belə şeylər Azərbaycan xalqının fikrini bulandıra bilməz. Mən də dəqiqləşdirdim ki, heç bulandıra bilməsin.